Salam, rəqəmsal marketinq dünyasına xoş gəlmisiniz. Yaxşı, uğurlu bir onlayn strategiya qurmaq istəyirsinizsə, ilk və ən vacib addım nə olmalıdır? Cavab əslində düşündüyünüzdən daha sadədir. İşlədiyiniz rəqəmsal dünyanı, yəni onlayn mühiti dərindən anlamaq. Gəlin bugün məhz bu mövzuya başvuraq və uğurun təməlini birlikdə qoyaq. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Onlayn uğur üçün ilk addım nədir? Bəlkə də trenddə olan bir sosial media hesabı açmaq, ya da göz qamaşdıran bir veb-sayt dizayn etmək? Yox, əslində cavab bundan daha dərin və daha stratejidir. Hər şey ətrafınızı, yəni onlayn dünyanızı kəşf etməklə başlayır. Çünki bilirsiniz, bu artıq bir seçim məsələsi deyil, bu bir zərurətdir. Bir anlıq fikirləşin. Müştəriləriniz hardadır? Onlaynda. Rəqibləriniz, onlar da onlayndadır. Yəni, bütün fürsətlər, bütün oyun məhz onlayn məkandadır. Gəlin bu məsələni daha aydın başa düşmək üçün bir bənzətmə işlədək. Təsəvvür edin ki, sizin onlayn biznesiniz sanki real həyatdakı bir məhəllədir. Sizin müştəriləriniz bu məhəllənin sakinləridir. Rəqiblərinizin dükanları yolun o biri üzündədir, partnyorlarınız da elə bu məhəllədədir. Uğurlu olmaq istəyirsinizsə, nə etməlisiniz? Əlbəttə ki, öz məhəllənizi ovcunuzun içi kimi tanımalısınız. Bax, məhz buna görə də hər hansı bir addım atmadan, pul xərcləmədən əvvəl bu məhəlləni analiz etmək həyati dərəcədə vacibdir. Bu, sizin kompasınızdır, yol xəritənizdir. Bu olmadan atdığınız hər addım sadəcə qaranlığa atılmış bir daş kimidir. Deməli, bazar mühitini analiz edəndə qarşımıza iki səviyyə çıxır. Biri makro mühitdir. Bu bizim nəzarətimizdən kənarda olan böyük qüvvələrdir. Məsələn, iqtisadiyyat, siyasət, qanunlar. Digəri isə mikro mühitdir. Bax, bu bizim öz məhəlləmizdir. Yəni, birbaşa təsir edə bildiyimiz o yaxın ətraf. Bugün biz məhz ikincisinə, yəni mikro mühitə fokuslanacağıq. Çünki əsl dəyişikliyi məhz buradan başlada bilərik. İndi isə gəlim, bir detektiv kimi böyüdücü şüşəmizi götürək və bu onlayn məhəlləyə daha yaxından baxaq. Görəsən, buradakı əsas oyunçular kimlərdir? Onları hərəkətə gətirən nədir? Bax, bunları anlasaq, strategiyamızın təməlini də düzgün qoymuş olarıq. Deməli, söhbət 4 əsas oyunçudan gedir. Müştərilər, rəqiblər, təchizatçılar və bir də vasitəçilər. Bu, bizim yol xəritəmiz olacaq. Gəlin indi bu 4 vacib elementi bir-bir, addım-addım araşdıraq. Və təbii ki, hər şeyin mərkəzində kim dayanır? Əlbəttə ki, müştərilər. Onlar sizin məhəllənizin ən vacib sakinləridir. Unutmayın, bütün fəaliyyətiniz onlara görədir. Məhsulu onlar üçün yaradırsınız, reklamları onlara ünvanlayırsınız. Yəni, onlara anlamadan atılan hər addım sadəcə hədəfdən yayınan bir ox kimidir. Bax, bu, bəlkə də özünüzə verməli olduğunuz ən vacib sualdır. Sizin onlayn müştəriniz əslində kimdir? Nə axtarır? Hansı sosial şəbəkələrdə vaxt keçirir? Onun problemini necə həll edə bilərsiniz? Bu suallara cavab tapmaq üçün öz ideal müştərinizin bir növ avatarını yaradın. Bu, sizin bütün marketinq fəaliyyətinizin DNT-si olacaq. İndi isə gəlin məhəllənizdəki digər dükanlara, yəni rəqiblərinizə boylanaq. Bilirsiniz, onlara sadəcə bir təhlükə kimi baxmaq düzgün deyil. Əksinə, rəqiblər sizi daha yaxşı, daha kreativ olmağa məcbur edən bir qüvvədir. Gözünüzü dörd açıb baxın. Onlar nəyi düz edirlər və bəlkə də daha vacibi, harda sərf edirlər. O səhvlər sizin üçün bir fürsət ola bilər. Yaxşı, bəs sizin müştərilərinizin diqqəti uğrunda yarışdığınız əsas onlayn rəqibləriniz kimlərdir? Onların sosial media paylaşımlarına, reklamlarına, veb-saytlarına diqqətlə baxın. Hətta onlayn alətlər var ki, onların trafikinin haradan gəldiyini belə öyrənə bilərsiniz. Bax, bu analiz bazardakı boşluqları və özünüz üçün unikal bir yer tutma şansını görməyə kömək edəcək. Və nəhayət, gəldik məhəllənizin pərdə arxası qəhrəmanlarına, təchizatçılar və vasitəçilər. Onlar kimlərdir? Təsəvvür edin, təchizatçılar sizə məhsulu və ya xammalı təmin edir, vasitəçilər isə onu müştəriyə çatdırmağa kömək edir. Məsələn, onlayn ödəmə sistemləri, çatdırılma şirkətləri, hətta sizinlə işləyən reklam agentlikləri. Onlar sizin biznesinizin arxa planında çalışan, amma əvəz olunmaz bir mexanizmdir. Bu sual sizi biraz strateji düşünməyə vadar edir. Hansı partnyorlar sizin onlayn uğurunuza təkan verə bilər? Çünki düzünü desək, düzgün partnyorlar seçmək həm müştəri məmnuniyyətini göylərə qaldıra, həm də biznesinizi daha səmərəli edə bilər. Bir düşünün, sizin ideal ekosisteminizdə kimlər olmalıdır?
Yaxşı, bütün bu oyuncuları bir-bir analiz etdik. Müştəriləri, rəqibləri, partnyorları və sonra bütün bu məlumatlar nəyə lazımdır? Bax, ən həyəcanlı yerə gəldik. Bu təhlilin əsas məqsədi topladığımız bu məlumatları əsl bir strategiyaya çevirməkdir. Yəni, artıq təxminlərlə yox, konkret planla hərəkət etmək. Gəlin bu təhlilin faydalarını sadalayaq. Birincisi, risklərinizi minimuma indirirsiniz. Çünki artıq qaranlıqda deyilsiniz. İkincisi, bazarda bəlkə də heç kimin görmədiyi yeni fürsətləri kəşf edirsiniz. Üçüncüsü, pul və vaxt kimi dəyərli resurslarınızı boş yerə xərcləmirsiniz. Və nəticədə bütün bunlara əsaslanaraq sizi qələbəyə aparacaq möhkəm bir strategiya qurursunuz. Bu cümlə əslində hər şeyi ifadə edir. Ətrafınızı anlamadan strategiyanız sadəcə bir təxmin olaraq qalır. Analiz olmadan atılan hər marketinq addımı sanki gözü bağlı hərəkət etmək kimidir. Amma öz məhəllənizi dərindən anlayanda sanki işıqları yandırırsınız və bütün yol gözünüzün önündə aydın görünür. Və beləcə bugünkü izahatımızın sonuna gəldik, amma əsas iş indi başlayır. Növbə sizdədir. Öz biznesiniz haqqında bir anlıq düşünün. Sizin onlayn məhəlləniz əslində necə görünür? Sakinləri kimlərdir? Qonşularınız, yəni rəqibləriniz nə edir? Və bu rəqabətdə qalib gəlmək üçün sizə hansı partnyorlar lazımdır? Bax, bu sualın cavabı sizin rəqəmsal uğurunuzun açarıdır.